Mən elə gəlir ki, mama sizi həmişə çox sıxıbdı. Oy, hədsiz dərəcədə çox sıxıb. Mən də Ən çox nədə məsəl üçün sizi sıxırdı, sizə qadağalar qoyurdu? baxın, ümumiyyətlə geyimimizə hər zaman danışıb. Telefonla mən rahat şəkildə indiki uşaqlar kimi danışa bilməzdim, səsini bağlaya bilməzdim, kod ola bilməzdi. Hər bir şeyə də belə deyib də anam hər mövzuda var idi, tutaq ki, yəni nə lazımdır. Mən hətta sinif yoldaşımla danışanda paralel telefondan anam bizə qulaq asardı. Deyirdi, hünərin var, bildir ki, mən sənə qulaq asıram. Qoy görüm o qız sənə nə deyir. Səncə düşünürsənmi ki, düzmü eləyib Təranə xanım səni bu qədər sıxmaqda, yoxsa yanlış eləyib? Elə məqam var ki, düzdür. Nə yaxşı ki, edib. Bugün mən bu cür ağıllı, necə deyim, yəni ki, hər bir şeydə yerindədir. Mən də belə deyim, bir övlad deməsən olaraq. ki, mən ailə tərbiyəsi görmüş bir. Əlbəttə ki, İnsanlar. mənim o çıxışıma da çoxsu altda ay belə elə yazdılar. Bilirsiniz, mənə gülməli gəlir. Mən danışdığım hər bir şeydə insanlar istəyir ki, nəsə bir qıcıqlandırıcı, bəli, nəsə axtarır və şərhlərdə o qədər gülməli şeylər yazırlar. Sanki mənim yerimə yaşayıblar hər şeyi, görüblər və mənim evimin içini bilirlər. O cür yanaşmalar edirlər. Bəlkə sizin ümumiyyətcə ailə olaraq bütün ailəniz gündəmdə olan insanlarsınız. Yəni bütün ailəlikcə sənət adamlarısınız. Bəlkə ona görədir, yoxsa sizə qarşı ümumiyyətcə başqa bir qərəz var? Düşünürəm ki, bu qərəz ailədən gəlib. Çünki mənim bilirsiniz də, anam ki, valideynlərim belə olub ki, həmişə çox vaxt, yəni istəməyənlər, daşlayanlar çox olub və onları özlərinə indi düşmən deyək, bilmirəm, rəqib deyim, necə deyim, sevməyənlər, ardıca da mən gəlmişəm belə deyim bu şou biznesə. Oradan da gələ bilər ki, elə bil neynirik, qıcıq yaradıq. Misal üçün deyirlər ki, çox süynisiz. Tutaq ki, anam gil nəsə paylaşanda, mən paylaşanda. Bu səmimiyyət ümumiyyətlə nə deməkdir, necə olur? Süni olanlara amma bəzən baxıram ki, yanaşmalar bizdə olduğu qədər deyil. Amma biz içdən nə var o yoxda, yəni bizdə sünilik deyilən bir şey yoxdur və yaxud da ehtiyacımız yoxdur. Mən yoldaşımla heç əvvəllər gülməli belə bir vloqlar kimi də çəkib qoyurdum, video reelslər. Amma indi çox vaxtı, axır zamanlar biz paylaşa bilmirik, belə deyim, işimlə bağlı da, heç həvəsim, tənbəlliyim çox olur, niyə çox yorğun oluram. Amma bundan sonra biraz çalışıram ki, hardasa az-az da olsa bir ayda heç olmasa 2 dəfə, 3 dəfə də olsa belə bir şeylər paylaşım. Çox maraqlıydı. Amma mən paylaşdıqca da belə yoldaşıma nəsə demələri, özümə nəsə demələri valla xoşa gəlmir əslində. Yəni oxuyursan o rəylərin hamısını? Çox vaxt oxuyuram. Görüm ki, niyə yazırlar, nə yazırlar. Bax, tutaq ki də... O rəyləri oxuyub, məsəl üçün, bilirəm ki, yəni hər birimiz bilirik ki, sosialda nəsə paylaşanda müsbət rəydən çox mənfi rəylər olur da. Onlar sənə necə təsir edir? İndiki vaxtımda vecsiz yanaşıram. Amma vaxtlarım olub ki, çox əsəbləşmişəm, çox qıcıq olmuşam. Hətta istəmişəm ki, cavab verim, amma verməmişəm. Silib blok etmişəm sadəcə. İnsanların ağzı torba deyil ki, onu büküm, bağlayım, atım. Valla. Mən demək istəyirəm ki, kim necə tərbiyə alıb, kim necə görüb, kimin fikri nədirsə, o deyir karın könlündəki. Öz fikri kimi məni fikirləşir və yaxud da yoldaşımı fikirləşir. Biz ailəyik artıq. 20 ildir ki, biz bir yerdəyik, övladlarımız böyükdür. Bundan sonra elə deyir ki, quru palçıq mənə yapışmaz da. Yəni, etiko dəyişsinlər, danışsınlar yerimə. Bizim evin içində elə bir bilirlərmiş ki, o qədər rahat danışırlar. Valla, necə dururuq, nə edirik, evdə nə cür yanaşırıq bir-birimizə, nə iş görürük. Bu rəylərlə bağlı, məsələn, sənət yoldaşların olub ki, məsələn, rəylərdə mənfi rəylər yazanlara məhkəməyə veriblər, məhkəməyə müraciət edib. Heç olub səndə elə şey? Yox, olmayıbdır. Yəni, heç düşünmüsən ki, bu artıq həddini aşdı, bunu məhkəməyə verim? Yox. Heç özlərinə buraxmışam, Allahları bilsin. Çünki bu məhkəməyə vermə işi də biraz mənim vaxtımdan da çox alacaq, get-gəlim olur, biraz bununla bağlı da çox başım qarışacaq. Valla, vaxtım o qədər mən dəyərli bilirəm ki, mən vaxtımı boş-boş şeylərə sərf eləmək istəmirəm. Çünki yenə deyirəm, öz dünyamda özüm üçün böyüyən qızam mən. Mən indi az yaşım yoxdur, mən 18 yaşında ailə qurmuşam. Mən həyatın çətinin, bərkin, boşun, hər şeyini görmüşəm. Mənə maraqlı deyil. Qoy məni necə istəyirlər elə bilsinlər, necə istəyirlər elə adlandırsınlar, elə danışsınlar. Artıq həqiqətən umurumda deyil.